Bismillahirrahmanirrahim. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Və bura kimi bizim təfsir etdiyimiz Bələd surəsinin ayələri tamam oldu və Bələd surəsinin bir neçə nöqtə və mesajlarına da işarə eləyək. Birinci qeyd etdik ki, fəqqu rəqəbədən məqsəd kimdir? Və dedik ki, fəqqu rəqəbədən məqsəd qul azad etməkdir. Deyir ki, bir nəfər kişi Həzrət Rəsulullahın yanına gəldi. Dedi ki, ya Rəsulallah, mənə öyrət ki, mən necə cənnətə daxil olum? Və Peyğəmbər buyurdu ki, İn kunta əksərtəl xutbətə fələqəd ərazdəl məsələtə. Peyğəmbər ona dedi ki, baxmayaraq ki, sən qısa bir söz dedin, amma yaxşı bir ərzin var idi, mənə yaxşı bir sualın var idi. Peyğəmbər buyurdu, Ə'tiqin nəsəmətə və fuqqa rəqəbətə. Qulları azad ilə və o boğazdan, gərdənədən keçməyi başar. Ki, əqəbədən keçməyi basar. Fuqqa rəqəbə. Sonra ravi deyir ki, sual eləyir ki, qul azad eləmək və gərdənədən keçmək bu ikisi bir məsələ deyilmi? Peyğəmbər cavabında deyir ki, birincidən məqsədim budur ki, müstəqillən qul azad elə. Və ikinci cümlədə məqsədim, yəni boğazdan keçdə məqsədim budur ki, qul azad eləyə də bilməsən tam şəkildə, bir qulun azad olunmağında bir pul ödə. Məsələn, təsəvvür edin, bu günün qiyməti ilə, məsələn, deyək, bir qul qiyməti 5.000, 10.000 dolardır. Sən birini tam olaraq azad eləyə bilmirsənsə, məsələn, 1.000 dolar, 500 dolar qul azad olmağında kömək elə. Əlbəttə, o zamanın təsəvvürü ilə ki, indi quldarlıq devri yoxdur. İndi quldarlıq devri bəzi hökumətlərin vasitəsilə məcazi olaraq var. Bəzi hökumətlər gəlir, böyük hegemon hökumətlər, kiçik hökumətləri qəsb eləyir, istismar eləyir və quldarlıq bu cür, bu anlamda var. Və sonra Peyğəmbər buyurur və əlfə əla zirrəhmiz zalim. Əgər qohumların sənə nisbət belə zülm olunublar, zalimdilərsə, onların zülmündən keç. Fə in ləm yakun zalikə fə ətəmil cai. Onlara yaxşılıq elə. Əgər bu mümkün olmasa da, o zülmündən keçmək mümkün olmasa, onların aclarını doydur, susuzlarını vəsqiz zəma. Fəin ləm yəkun zalikə fəətimil cai vəsqiz zəma. Əgər bu mümkün olmasa, sən onları yedirt və doyuzdur, içirt və əmur bil məruf, yaxşılığa dəvət elə. Vənhə ənil münkər, pislikdən çəkindir. Fəin ləm təku zalikə fəqqu lisanəkə illa minəl xeyr. Əgər bu işə, bu dediyimiz işlərə də imkanın olmasa, heç olmasa onlarla yaxşı dillə danış. Bunun özü də bir qohumlara qarşı Həzrət Rəsulullahın bir tövsiyəsidir. Ümumiyyətlə, ehsan əvvəl insanın öz yaxın, imkansız şəxslərindən başlayır. Sonra, belə deyək də, məhəllə və sonra biraz o tərəf küçələr və o şəkildə imkansız da olması təbii ki, bütün şəhər nəzərdə tutulur da, mərhələ-mərhələdir. İkinci nöqtə, bu da işarə eləyək ki, fəqqu rəqəbə haqqında deyiblər ki, məqsəd qul azad etməkdir.
Yəni, bu mənadakı insan öz günahlarından azad ola, tövbə eləyə, öz günahlarından azad olması fəqqu rəqəbədir. Rəqəbədən məqsəd budur. Yəni, günahlarını bağışladasan. Üçüncü nöqtə məsxəbə haqqındadır ki, bu aclıq mənasındadır və burada məsxəbədən məqsəd nədir? Deyir, məsxəbədən məqsəd budur ki, o günlərdən söhbət gedir ki, orada il pis keçir, zaman pis keçir və qəhtlilik var, yoxsulluq var. Bu mövzuya sırf əhəmiyyət veribdir. Yəni, bir neçə il zaman, bir neçə il qabaq ki, 3-4 il, 5 il qabaq ki, dünyada pandemiya məsələsi, virus məsələsi ki, başladı və ölkələr, yollar bağlanmağa başladı. Bu zamanda doğrudan da elə bir zaman idi ki, artıq yoxsulluq dövrü idi və bu dövrdə həqiqətən ehsan əhli oldu. Belə bir yerlərə də işarədir. Və yenə deyirəm, bu ayə ümumi ehsanın qarşısını almır. Amma sadəcə olaraq o əsl keçidi, əsl imtihanı o yer göstərir ki, o yerdə həqiqətən yoxsulluq var. Və yavmun zi məsxəbə ayədə məqsəd budur ki, qəhti və yoxsulluq olan günə aiddir. Və başqa bir hədisdə Həzrət Rəsulullah buyurur, mən əşbəə caiyən fi yavmin səğəbin ədxələhullahu yavməl qiyaməti min əbvabil cənnəti lə yədxuluhə illə mən fəalə mislə ma fəalə. Həzrət Rəsulullah buyurur, hər kəs bir acı doydursa, həmən yavmə səğəbin, həmən yoxsulluq günündə ədxələhullah. Allah onu qiyamət günü daxil eləyər cənnətə bir başqa qapıdan. O başqa qapıdan heç kim daxil olmur, məgərin ki, bu cür şəxslər ki, yaxşılığı çətin vaxtlarda eləyiblər. Və dördüncü məsələ məqrəbə məsələsidir ki, o yetim ki, qoxum ola, o yetimdən söhbət gedir. Çünki qeyd etdiyim kimi, burada övləviyyət və üstünlüyü qoxumlara qoyublar. Əgər qoxumlara yetişdi, qoxumdan sonra digər yetimlərə də ehsanını elə. Beşinci nöqtə mətrəbə nöqtəsidir ki, mətrəbə də bayaq qeyd etdim ki, o fəqirə, o kasıba aid olur ki, o kasıb, o fəqir artıq xakineşindir. Da o qədər halsız da artıq düşüb yerə, torpağa. Ondan söhbət gedir. Və burada mən bir nöqtəni də qeyd edeyim. O bundan ibarətdir ki, miskin fəqirdən daha aşağıdır vəziyyəti. Fəqir adətən o kəsdir ki, düzdür, tam olaraq idarə eləyə bilmir keçimini. Amma bir şeylər, bir işi var. Məsələn, onun qazancı onu bir 10 gün idarə eləyir, 15 gün idarə eləyir. Bir aya çatmır idarəçiliyi. Bu fəqirdir. Bəli, gərək buna da əta oluna. Amma miskin lap aşağı mərtəbəsidir. Bu miskin ki, zamətrəbədir, artıq xakineşindir, bunun vəziyyəti də lap ağırdır. Burada məqsəd lap zəifdən söhbət gedir. Və son olaraq İmam Rıza əleyhissalamdan bir hədisi də nəql eləyək ki, İmam Rıza əleyhissalamın ümumiyyətlə sirəsində nəql olunur ki, o zaman ki, İmam Rıza əleyhissalam süfrə açılırdı, yemək yeməyə otururdu və deyirdi ki, bir dənə böyük sini gətirin. O sinini gətirirdilər və süfrənin qırağına qoyurdu o sinini, o süfrədə olan yaxşı yeməklərdən qoyurdu və deyirdi, aparın bunu verin ehtiyaclılara. Və sonra bu ayəni oxuyurdu ki, fələq təhəməl əqəbə ki, əqəbə ayəsini oxuyurdu ki, çoxları o boğazdan, o manidən keçə bilmədilər. Və həqiqətən də biz müsəlman olaraq ümumiyyətlə görürsən ki, yeməyimiz artıq qalsa onu ehsan eləyirik. Amma İmam və Əhl-i Beytin sirəsi fərqlidir.
əvvəl ehsan, sonra qalanını özləri yeyirdilər. Odur ki, onlar bu cəhətdən uca məqama yetişmiş şəxslər idilər. Və biz bu son cələsəmizi bugün sona yetirdik. Bu mübarək ayda inşallah Allah Teala bütün bu Ramazan ayının axır gününü, bütün ibadət əhlinin oruç və dualarını qəbul eləsin inşallah. Allah bizi gələn Ramazanı da bizlərə nəsib eləsin inşallah. Və bu tutduğumuz oruclar ehtiramına Allah Teala qiyamət günü bizi qiyamətin aclıq və susuzluğundan qorusun inşallah. Məzlum Qəzzə, Fələstin xalqına Allah bu ayın ehtiramına özü nicat versin inşallah. Allah zalimləri nabud və məhv eləsin inşallah. Vəssalamu aleykum cəmiyyən və rəhmətullahi və bərəkatuhu.